Aprelin 1-dən bu şəxslər hərbi xidmətə çağırılacaqlar. Azərbaycan vətəndaşları 2026-cı il aprelin 1-dən 30-una dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılacaq. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla 2008-ci ildə doğulmuş və çağırış gününə dək həmin gündə daxil olmaqla 18 yaşı tamam olmuş, habelə 1996-2007-ci illərdə doğulmuş, yaşı 30-a dək olan Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2026-cı il aprelin 1-dən 30-una dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Həmçinin hərbi vəzifə və hərbi xidmət haqqında qanunun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2026-cı il aprelin 1-dən 30-una dək ehtiyata buraxılacaqlar. Dəyərli izləyicilər, yəni bir neçə gündür məndən soruşulan prikaz çıxdı deyə soruşduğunuz həmin o xəbərdir. Yəni artıq tərxislə bağlı, dəyərli izləyicilər, sərəncam imzalandı.